Bildiyimiz kimi menopauzadan sonra qadınlarda sümük sistemində get-gedə sümük azalmasına doğru proses sürətlənir və bunun nəticəsində sümük əriməsi, osteoporoz adlanan xəstəlik aktivləşir və çox təəssüf ki, bu xəstəlikdə adətən gizli qalır. Pasientlər sınıq yarandıqdan sonra xəstəliyin varlığı barəsində xəbər tuturlar. Ancaq bu xəstəliyin qarşısının alınması mümkün olduğuna görə bu gün bu haqqda danışmaq istəyirəm. Birincisi, niyə yaranır? Bu haqqda danışaq. Menopauza zamanı qadın cins hormonlarının miqdarı azaldığına görə sümüklərin müdafiəsi aradan qalxır və sümük zədələnməyə doğru gedir. Əgər pasientlər az hərəkətlidirsə və kalsium və vitamin D ilə də az qidalar qəbul edirlərsə, bu proses daha da sürətlənir. Onda nə edək? Menopauzaya girmiş xanımların mütləq fiziki aktivliklərinə diqqət etmələri vacibdir. Vitamin D üçün günəşlənmələri və lazımi dozada vitamin D preparatlarının qəbul etməsi, kalsiumla zəngin qidalar və qida əlavələrinin qəbul edilməsi həkim nəzarəti altında mütləqdir və mütləq menopauzadan 5 il sonra vaxtaşırı endokrinoloq kontrolündən keçərək sümük əriməsinin başlayıb-başlamaması haqqında məlumat əldə etmələri vacibdir. Bu videonun daha çox insana çatması üçün bəyənməyi və paylaşmağı, ailənizdə sümük əriməsinin əziyyət çəkən insanların olduğu haqqında isə məlumatı şərhlər bölümündə yaza bilərsiniz. Özünüzdən müğayət olun.